It was established by a military dictator. Ölkədən qaçan, ölkə tarixində ən uzun müddət vəzifədə qalan baş nazir, Dəmirliydi Şeyx Hasina Vacid. Hasina Vacid 28 sentyabr 1947-ci ildə Tungipara kəndində anadan olub. O, Bangladeş Xalq Respublikasının qurucusu və ilk prezidenti Şeyx Mucibur Rəhmanın 5 qızının ən böyüyüdür. 1968-ci ildə fizik Vazit Miya ilə evlənib və 2 övladı var. Benqal ədəbiyyatı şöbəsini bitirib 5 müddət, yəni 1996-cı ildən 2001-ci ilə qədər 1 müddət, 2009-cu ildən 2024-cü ilə qədər isə ardıcıl 4 müddət olmaqla Bangladeşin baş naziri vəzifəsində çalışıb. Onun siyasi həyatı 1960-cı illərdə Eden Kollecində tələbə fəalı kimi başlayıb. O 1971-ci ildə müstəqillik müharibəsi zamanı ailəsi ilə birlikdə ev dustaqlığına buraxılıb. Ölkəsi müstəqillik əldə etdikdən sonra onun siyasi həyatı aşağı səviyyədə davam edib. 1975-ci ildə onun həyatı qəfil dəyişir. O, bacısı ilə Qərbi Almaniyada səyahət edərkən atası, anası və 3 bacısı çevriliş nəticəsində öldürülür. Bu hadisədən sonra Böyük Britaniyadan sığınacaq istəyir, daha sonra Hindistana sürgünə gedir. Sürgündə olarkən Avami Liqasının prezidenti seçilir. Ölkəsinə qayıtdıqdan sonra 1981-ci ilin mayında çevriliş nəticəsində Ziaur Rəhman devrilir. Növbəti il General Hüseyn Məhəmməd Ərşad qansız çevrilişlə bütün hakimiyyəti ələ keçirir və hərbi vəziyyət elan edir. 1983-cü ildə Şeyx Hasina hökuməti devirmək planını davam etdirmək üçün 15 partiya ilə ittifaq yaradır. Avami Liqası 12 iyun 1996-cı ildə keçirilən ümumi seçkilərdə çoxluğu qazandıqdan sonra Hasina ilk dəfə 23 iyun 1996-cı ildə baş nazir kimi and içib. Hasina təhlükəsizliklə əlaqədar olaraq 2002-ci ildə Bangladeşi tərk edib və 2 il sonra siyasi karyerasına qaldığı yerdən davam etdirmək üçün ölkəsinə qayıdıb. 29 dekabr 2008-ci ildə keçirilən seçkilərdə 299 mandatdan 230-unu qazanaraq böyük səs çoxluğu ilə hakimiyyətə gəlir və ikinci dəfə baş nazir olur. 2009-cu ilin yanvarında and içərək vəzifəsinin icrasına başlayan Hasina 2024-cü ilə qədər ölkənin baş naziri vəzifəsində çalışıb. Ölkədə artan etirazlardan sonra o 5 avqust 2004-cü ildə istefa verib və hərbi helikopterlə Hindistana qaçır. Ümumilikdə 20 il Bangladeşə xidmət edən Hasina ölkə tarixində ən uzun müddət vəzifədə olan baş nazir kimi qeyd olunur. Ona da qeyd edək ki, Hasinanı başçılıq etdiyi illər ərzində qeyri-qanuni yollarla Bangladeşdən təxminən 150 milyard ABŞ dolları mənimsənilib. Bangladeşin baş naziri olduğu dövrdə demokratik geri çəkilmələrlə üzləşdiyi indi hamı tərəfindən qəbul edilir.